Baxın 100 litrliklər bunlardır. Hər birində baxın bu hissədə açarı var. Deməli uzunluq budur. Eni budur. Hündürlüyü də budur. Və hamısında da ekrandan idarədir göstərir. Yəni sürətli dondurma var, artırıb azaldır. Bilirsiniz temperaturunu. İç hissəsi 100 litrliklər. Baxın belə olur iç hissəsi. Bunlar 100 litrliklərdir. Sonra bu 150 litrlikdir. Eyni qaydada sürətli dondurma, temperaturunu artırıb azaldan ekranlı 150 litrliyin iç hissəsi bu formada olur. Sonra 200 litrlik var. 200 litrlikdə eyni qaydadadır. Ölçüləri hər biri qeyd olunur. Baxın, sürətli dondurma, temperaturu artırır, azaltma. İç hissəsi bu formada olur. 200 litrlik və 300 litrlik var. 300 litrlikdə ölçüləri hər biri qeyd olunur. Temperaturlu sürətli dondurmadır, temperaturu artırıb azaltmadır. Bu 300 litrliyin ölçüsüdür. Bunun da iç hissəsi, baxın dostlar, bu formada olur. Hər biri də baxın əlavə açarından, yəni bağlayıb istifadə edə bilərsiniz.